Retrograd Merkuri, nə bilim, Veneranın içində olduğuna görə sən işdən çıxardıblar. Bəs yaxşı, səncə bu insanlar niyə buna gedirlər? Yəni bir tipli öz məsuliyyətlərindən qaçaraq bəhanə axtarırlar, yoxsa necə? Qlamur qızlar, eskortda işləyənlər, kiminsə saxladıqları bura daha rahat gedir, çünki onlar pulu əziyyətlə qazanmırlar. Evdə otururlar, boş bekarçılıqdır, deyir iş yoxdur, güc yoxdur, təhsil yox, savad yox, oxumaqsa istəyi bundan sonra yox, mütaliə yox. Niyə influencer olaq? Və sənin köklərində problem olubdur. Sənin nənəvin anası bəs o vaxt belə olub deyə. Bu da gəlib indi bir neçə nəsil sonra səndə üzə çıxıb və sən narahat olma, sən bomba adamsan. Və onun ruhuna daxil olaraq onun kökündən gələn problemləri aradan qaldırıram. Deməli buna inanan var da. Nə bilim, numeroloq yanına gedirsən, məsələn, qayıdır deyir ki, məsələn, sənin doğum günün, atıram 24-düdür, fisiyoya səndən, məsələn, müəllim olmaz. Maşın nömrəvi dəyiş, olduğun, yaşadığın evin qapı nömrəsini dəyiş. 500 manata pul kaç lüks satır ki? Və sən bunu al, sənə nə bilim, bir ay ərzində qazanacaqsan 10 min. Və deyir ki, əgər bu piramida sizin evinizdə olacaqsa, xərçəng xəstəliyi heç vaxt sizin evinizə gəlməyəcək. Səncə psixologiya həqiqətən ehtiyac yoxsa sadəcə trenddir? Özü kimi kütbeyin xanımlara deyir ki, sən də boşan. Çünki bu xanımlardan pul alır axı bu tövsiyənin qarşılığında. Əsas xoşbəxtlik və rahatçılıq bizim daxilimizdə. Bunun üçün sizə nə psixoloq, nə taroloq, nə numeroloq lazım deyil. Salam dostlar, mən İdris Cəfərov, Bakı reallığında sizləri salamlayıram və mənə çox maraqlıdır. Cahal bugün bizim üçün hansı mövzunu hazırlayıb? Cahal, xoş gördük. Xoş gördük İdris. Nədən danışırıq bugün? Mən valla ən yaralı yerlərimdən biridir. Qısqanclıqla bəlkə yanaşırsan. Qısqanclıq deyil, prosta nə bilim, məncə savadsızlığın nümunəsidir bu. Son illərdə bu yeni işlər ortaya çıxıbdır da, hansı ki bu life coach, astroloqlar, numeroloqlar, belə deyim də, çox da elmi təsdiqini tapmayan sənədlərdir düşünürəm ki, və kimi baxırsan bu dəqiqə Instagramda, indi sosial media dövründə hamı özünü orada göstərir və hər bir baxırsan ki, adamın adının qarşısında bir mütəxəssis sözü var. Sən nə düşünürsən? Bu adamlar həqiqətən mütəxəssisdir. 90'larda keçid dövrü idi və o dövrdə çox aktiv idi. Fala baxanlar, Rusiyada yəni Kaşpirovski var idi, Alan Çumak var idi. Yəqin yaşlı nəsil nümayəndələri xatırlayır. Televiziya qarşısına insanları yığırdı. Kaşpirovski əli ilə belə edirdi ki, balonlarda insanlar su yığırdılar televiziyanın qarşısına. Deyirdi ki, mən indi şəfa verəcəm o suların içinə. Sonra siz o suyu içəcəksiniz və müalicə olacaqsınız. Və burada bəzi görüntülər var idi ki, 50'li arabasında oturan insana Kaşpirovski yaxınlaşıb əl vururdu. Bu adam dururdu. Deyirdilər, bu gəzir, bu gəzir. Sonra zaldan adam çıxardırdı, müalicə eləyirdi. İnsanlar buna inanırdılar və inanaraq bəlkə müalicə olanlar da var idi. Təbii ki, bu bunun qeyri-adi gücündən xəbər vermirdi. Hər şey bizim fikirlərimizlə idarə olunur. Bunun yəni bir qismində ki, bu real nəticə göstərir. Buna hətta nə bilim 20 il bundan qabaq tibdə başladılar plasebo dərmanlar istifadə etməyə. Heç bir faydası və ziyanı olmayan tabletlər verirdilər və deyirdilər ki, sən müalicə olunacaqsan. Yəni bizim fikirlərimiz çox vacibdir və insan əgər çox inanırsa ona, bu yaxınlarda Özbəkistandan bir kişi gəlmişdi, güya nur verirdi. Deyirdi, haran ağrıyır, belim ağrıyır. Bir dənə qapaz başından vurdu belinə, deyir, o ağrımadı. Sonra o kişini dələduzluqla həbs etdilər və ölkəmizdən deport etdilər. Yəni bu cür hallar çoxdur və bəzi halda indi suni zəkanın keçid dövrüdür. Bütün dünyada iqtisadi böhran dövrü yaşanılır. Yəni bu 2008'in böhranı var idi, 96'nın böhranı var idi, keçən əsrin əvvəlində olan Amerikada o böhran var idi, nə vaxt ki Amerika fond birjasının aksiyaları çöktü falan. Yəni indi də bu mərhələdə daha bir tarix çünki təkrar olunur. Biz dönəmi yaşayırıq. Meta şirkəti 15 min adamı ixtisara saldı, işdən çıxartdı. Oracle şirkəti 30 min adamı Amerikada işdən çıxartdı. Google ixtisara saldı və insanlar deyirlər ki, yaxşı, bəs mən elə bilirdim, həyatın mənası mənim işimdədir, mən bunu indi itirdim, bəs həyatın mənası birdən-birə kimsə deyir ki, retrograd Merkuri,
nə bilim Veneranın içində olduğuna görə sən işdən çıxardıblar. Artıq gedir burada da həqiqət olmadığına görə bunun əvvəl-axırı yoxdur. Belə inanclı insanları istifadə etmək olar nə qədər istəyirsən. Deyirsən ki, gəl sənin qaraskopuna baxaq, görə bürcün nədir? Uyğunsuz yoxsa yox? Uyğunsuzsa bəs gəl numerologiyaya baxaq ki, sənin işə çıxmağın, yeni işə getməlisən, yoxsa biraz özünlə qalmalısan. Və insanlar bu məlumatı alaraq təbii ki, verirlər kimsə 20 manat, kimsə 200 manat, kimsə 2000 manat. Hətta baxırıq ki, məhkəmə işləri var ki, çox yüksək vəzifəli məmurların həyat yoldaşları cadugar falçı yanına gediblər. Nə bilim 100-200 min pul xərcləyiblər, nə ediblər? Yəni bu təbii ki, sadəlöv avam insanlardan bu cür üsullarla istifadədən başqa bir şey deyil mənim fikrimcə. Bəs yaxşı, səncə bu insanlar niyə buna gedirlər? Yəni bir tipli öz məsuliyyətlərindən qaçaraq bəhanə axtarırlar, yoxsa necə? Yox, bu tip... Niyə? Məsələn, adam öz uğursuzluğu olur. Deyək ki, nə bilim, məsələn, bir işdir, o iş uğrunda cəhdləri kifayət qədər deyil. Amma adam qayıdır, deyir ki, bayaq sənə bildirdiyin kimi, yox, bu ay Merkuri retrosudur. Ona görə də mənə işləri düzgün gətirmir. Normal, savadlı, mütaliəli, dünya görüşlü insan bura getmir. Daha çox özü pul qazanmayan adamlardır. Qlamur qızlar, eskortda işləyənlər, kiminsə saxladıqları bura daha rahat gedir. Çünki onlar pulu əziyyətlə qazanmır. Niyə qadınlar bəs buna ən çox yönəlirlər? Mən də fikir verirəm. Əziyyətlə qazanılmayan pul çox rahatçılıqla xərclənir və çox rahatçılıqla da inanılır. Çünki qadınlar daha romantik məxluq olduğuna görə... Onu deyəcəkdim, məncə emosionallıqla. Emosional, yəni kişiyə riyaziyyat lazımdır. 2 üstə gəl 2, daha rasional, promoy. Qadın deyir ki, 2-nin üstünə 2 gəlsən, bu 6 da ola bilsin, olsun. Çünki ola bilər 1-2 də var, hansını ki biz görmürük. Ona görə bu cadugarlara, falçılara, nə bilim, numeroloqlara, taroloqlara faiz ehtimalı ilə baxsaq, 90% qadınlar gedir və bu qadınların böyük əksəriyyəti özləri işləməyən, belə deyək də, artıq əziyyətsiz pulu götürərək, əziyyətsiz də bunlara yedizdirirlər. Yaxşı, burada bir başlıq qeyd eləmişdim ki, sertifikat biznesi, 2 günlük kurslar və 2 günlük kurslardan doğan professionallar. Qısa müddətli kurslar və sertifikatlarla professional olmaq trendi nə qədər realdır? Bu bilik yaradır, yox sadəcə illüziya? Bu bir kompleksdir. Məsələn, Azərbaycanda da bir çox xanımlar, hansılar ki, bir gündə işləməyiblər, gedib universitet oxuyurdular və universitetdə də pis oxuyurdular ki, ərə gedəndə qızın diplomu olsun. Sertifikat dövrünə gəlib çıxanda özgüvəni aşağı olan adam işdən başı çıxdı, çıxmadı, deyir, mən filan sertifikatım da var, bu sertifikat və bu sertifikat ola bilər ki, hansısa bir ünlü dünya universitetindən onlayn kurs nəticəsində verilən sertifikat olsun. $50 qarşılığında alına bilir. Amma daha vacib burada təcrübədir. Yəni, elə sahələr var ki, sən orada hansısa bir peşəkarın əlinin altında qapazaltı kimi işləyərək təcrübə qazanıb, daha mükəmməl ola bilərsən, nəinki sənin o sertifikatın olsun. Yenə də özgüvan. Biz Azərbaycanda hələ də təşkilatlar var, hansılar ki, ilin iş adamı verir. Sən iş adamısansa, götürürsən o kardonu, sonra da öz sosial səhifəndə paylaşırsan ki, mən ilin iş adamı oldum. İlin iş adamı o kardonla olmursan. İlin iş adamı ən çox vergi hesabatından olursan, ən çox, nə bilim, işçi heyətinə rəhbərlik etməklə qazanırsan. Yəni, burada adi rəqəmlər və ya şirkətin qazancı ilə sən ilin şirkəti ola bilərsən. Natamamlıq kompleksi olan insana hər şeyin ən bahalısını və ən mənasızını satmağı olar. Hətta ən bahalı maşınlar, ən bahalı yaxtalar, ən bahalı, nə bilim, hər şeyin ənini daha çox balaca boy insanlara satırlar. Niyə? Kompleksi var. Balaca boy insan cəmiyyətə sübut etmək istəyir, mən kiməm. Ona görə gedir, Ferrari alır, özgüvən. Və Ferrari almağa pulu olmayan adam sertifikat alır, deyir ki, mən 90'larda Word'un kursları var idi. Yəni Word, Excel kursları var idi. İnsan gelip pulu verirdi. Word, Excel öyrənirdi. Sonra deyirdiler ki, uşaq kompüteri bilir, nə iş olsa işləyər. Yəni bu Word ilə Excel'i bugünkü gün 3-cü sinifdə oxuyan uşağa bir günlük kompüterə həvalə eləsən Word ilə Excel'i 90'larda kifayət qədər $100-200 pul ödəyərək sertifikat alan adamlardan daha yaxşı bilir.
İdris, istəyirəm biraz da mövzunun daha dərinliyinə enək. Həmin o indiyə kimi daha çox belə deyək, yeni dövrdə ortaya çıxmış işlər adlandırırdıq. İndi daha dərinliyinə enək. Bunları bax qeyd eləmişəm. Məsələn, life coachlar var, spiritual coachlar var, astroloq, psixoloq, numeroloq və s. bu kimi işlər. Hətta biri də var, məsələn, ailə dizimi deyə bir şey var. Deməli necədir? Adamlar elə bil ki, özlərində olan bir problemi, məsələn, özlərində psixologiyalarında problem var. Yıxırlar bilirsən hara? Nənənin anasının üstünə ki, və sən nənəvin anasında o vaxt belə bir karmik kök hədir və sənin köklərində problem olubdu. Sənin nənəvin anası bəs o vaxt belə olub deyə. Bu da gəlib indi bir neçə nəsil sonra səndə üzə çıxıb və sən narahat olma, sən bomba adamsan, sən əlasan, səndə heç bir problem yoxdur. Başa düşdün? O problem ondaydı. Hə, gedək onun kökünü təmizləyək. Mən bu insanlara uçmuş insanlar deyirəm. Bir seans 200 manat, ikinci seans 400, üçüncü seans bir də baxırsan ki, adam xərcləyib 5000, 6000 pul. Nədir? Hələ də nənəsinin anasından olan o şeyi təmizləyə bilməyibdilər. Nə bilim, numeroloq yanına gedirsən, məsələn, qayıdır deyir ki, məsələn, sənin doğum günün atıram 24-düdür. Fisiyoya səndən məsələn müəllim olmaz. Nə bilim, gedirsən spiritual coacha, qayıdır deyir ki, sənin ruhunda problem var. Nə bilim, keçəcəyik astral səyahətə. Nə bilim, life coacha gedirsən. Mən bu yaxınlarda bir dənə xanım gördüm, deyirəm, sən nə işlə məşğulsan? Deyir, mənim işim çox qəlizdir. Mən 3 saatlıq bir prosedur edirəm. İnsanın ruhuna daxil oluram və onun ruhuna daxil olaraq onun kökündən gələn problemləri aradan qaldırıram. Deməli, buna inanan var da. İnanan daşa dönsün, amma insanlar iki psixologiya var da, Adler psixologiyası, bir də Freud psixologiyası. Freud psixologiyasında deyir ki, əgər sən uğursuzsansa, nəyinsə alınmırsa, valideynlər günahkardır, ətrafdakılar günahkardır, bürc günahkardır. Kimsə günahkardır səndən başqa. Bu rahat çıxışdır. O da problemdən qaçış yoludur. Uğursuzluqda səbəbkar deyiləm, səbəbkar atam anamı tez atması idi, nə bilim, ailədə 4 uşaq olmağımız idi ki, məni lazımı qədər sevgi verməyiblər, ona görə məndə problem var, işdə uğur qazana bilmirəm. Adler psixologiyası deyir ki, özün üçün xətt çəkirsən və bu xəttlə problemi aydınlaşdırırsan və çalışırsan ki, bunu həll edəsən. Bu daha çətindir. Yüngül çıxış yolu axtarmaq üçün təbii ki, bu cür adamlara müraciət edirlər və yenə deyirəm, dünya ölkələrinin hər birində inkişaf etmiş, inkişaf etməmiş, diktatura rejimli, monarxiya rejimli, respublika rejimli ölkələrin hər birində 2%-dən 5%-ə qədər insan 95-98%-i idarə edir. Və 2%-dən 5%-ə qədər insanların şur vəziyyəti Adler psixologiyasına daha uyğundur. Problem var, mən bunu həll edəcəm, bu problem deyil, pulla həll olunursa bu xərcdir. Mən bu vəziyyətdən çıxış yolu alacam. 95-98% acizdir və bu acizliyindən istifadə edərək, avamlığından istifadə edərək ona demək olar ki, ilk seansa gəl bunu eləyək və sən nə qədər çox pul xərcləyirsənsə, sən o qədər çox qurbansan ki, kökünə çıxmaq istəyirsən, artıq kazino effekti yaranır. Sən deyirsən, qoy bunu da həll eləyim. Adamlar var ki, kreditə pul götürüb gedirlər bura. Bu ümumiyyətlə böyük bir faciədir. Çünki bu hadisələri özləri üçün ciddi bir problem görürlər. Adam var, deyirlər ki, sənə cadu ediblər, əməl, sən təmizlənməlisən. Sən onu deyirsən, hələ biz bilməm, eşitmirsən yoxsa yox, pul kaşokları satırlar. Ki hansı ki, doğrudan, məsələn 500 manata pul kaşok satır ki, və sən bunu al, sən nə bilim, bir ay ərzində qazanacaqsan 10.000 və buna inanıb gedirlər son 500 manatında, son ümid yeri kimi gördükləri o 500 manatda gedirlər ona verirlər ki, həmən bu ay həmin o kaşokun içində 10.000 pul. Yəni burada Rusiyada Yelena Blinovskaya var idi, bu tendensiyanın ümumiyyətlə, mən ümumiyyətlə maraqlıdır ki, okey, daha çox qadınlar gedirlər. Ümumiyyətlə bu tendensiyanın səncə başlama səbəbi nə oldu? Keçid dövrü, sosial şəbəkələr, hamı yaxşı yaşayır məndən. Sosial şəbəkəyə bugünkü gün girib 10 dəqiqə vərəqləsək və biz yetişmiş şuur sahibi olmasaq, biz fikirləşərik ki, hamı bizdən yaxşı yaşayır. Hamı məndən xoşbəxtdir, hamı sevgidədir, hamının pulu var, məndə yoxdur. Sən bu kontrastı görürsən. Həyat kontrastlardan ibarətdir. Və bu kontrast bizi narahat edəndə biz istəyirik ki, bunun rahat seçimini, yəni növbəti Reels'da bir nəfər deyir ki, sən də mi öz olduğun yerdən narahatsan, onda bu narahatçılığı səninlə biz bərabər həll edəcəyik, gəl biz sənin numerologiya rəqəmləri açaq
Hətta sən doğum tarixini deyirsən. Adama deyirlər ki, maşın nömrəvi dəyiş, olduğun, yaşadığın evin qapı nömrəsini Ad dəyiş. dəyişdirmək məsələsi. Yəni sənə bu ad düşmür və nəticədə nə olur? Təbii ki, bu işlə məşğul olan insanlar varlanır və bəzi insanlar müşahidə edir, deyir, elə mən də coach olum da. O gün biri deyir ki, Dibrovun kursuna gəlib Dubaya, 500.000 rubl, 7.500 dollara kurs alıbdı. Deyir, mən yoldaşımdan boşanandan sonra bir mütaliə elədim və coacher fəaliyyətinə başladım. Yəni bu yoldaşından boşandığı mərhələni elə bil nəsə bir dərin analiz yolu kimi qəbul edir və özü kimi kütbeyin xanımlara deyir ki, sən də boşan. Çünki bu xanımlardan pul alır axı bu tövsiyənin qarşılığında və bu xanım gəlir ki, bu maşından gəldi, ofisdə qarşılayır, köməkçiləri var. Sən də boşan, mən də bu abuse qurbanı idim. Məni də yoldaşım qoymurdu inkişaf etməyə. Amma bunlardan qarşılığında pul alır. Burada inkişaf edən bir nəfər adamdır, hansı ki, bunlara ağıl örgədir. Digərləri təbii ki, bu vəziyyətin qurbanıdır və yenə deyirəm, iqtisadi çətinliklərdə bu cür dələduzlar daha çox inkişaf edirlər. Ukraynanın çox məşhur bir jurnalisti və ictimai xadimi var, Dmitri Gordon. O müxtəlif yəni reportajlar alır, hal-hazırda siyasi fəal kimi kifayət qədər analizlər təhlil edir. Amma 90'larda bu Ukraynanın o zamanki təhlükəsizlik naziri Igor Smeşko ilə bir iş qurur. Bunlar bütün Ukraynadakı fala baxanları alırlar öz çətirinin altına. Onlardan başlayırlar pul yığmağa. Gordon da ağıllı adam olduğuna görə güc strukturlarına izah edir ki, biz bu fala baxan nənələrlə, babalarla bir yerdə əlavə işlər tapacağıq. Çünki bu məmurların, biznesmenlərin, həyat yoldaşları gələcək bu falçıların yanına, bütün nə var, nə yox açacaq. Sonra da biz Ukraynanın xüsusi xidmət orqanları ilə bu əlavə işlərdən də pul alacağıq. Yəni iki tərəfli işləyirdilər və bu da azmış idi. Müəyyən məqamda Gordon o zaman AliExpress, Temu falan o qədər də inkişaf etməmişdi. Qızılı rəngdə dəmir belə bir piramidalar başlayır gətirməyə və o zaman onu satır 50-100 dollara. Dəhşətli qiymətlər idi 90-cı ilin axırı. Müəllimin maaşı 30 dollar olan vaxtı. Və deyir ki, əgər bu piramida sizin evinizdə olacaqsa, xərçəng xəstəliyi heç vaxt sizin evinizə gəlməyəcək. Əgər bu piramida sizin evinizdə olacaqsa, xərçəng xəstəsi varsa o da sağalacaq. İnsanların da ümidi nədir? Yaşamaq istəyir. Yəni, həyat uğrunda mübarizə gətirirdi ki, axırıncısını verirdilər Gordona. Bugünkü gün Gordon hörmətli adamdır. Nə bilim, gedir Belarusiya prezidentindən müsahibə alır, nə bilim, Ukrayna prezidentindən müsahibə alır. Bugünkü gün multimilyonerdir. Amma bunun ilk pulları bu cür dələduzluqla qazanılıbdır. Və təbii ki, Rusiyada da baxsaq ki, dediyim kimi, Yelena Blinovskaya hal-hazırda həbsdədir. Çünki Rusiyada müharibə ilə əlaqədar pul azaldığına görə artıq dövlət baxıb ki, pul hara axır, hara gedir, hansı hesablardadır, hansı sxemlərdədir və bunları qaldıranda bu dələduzlar təbii ki, böyük miqyasda bir pul kütləsini ələ alırlar. Nə zavod var, nə fabrik var, nə istehsalat var, heç nə yoxdur. Sadəcə boş vədlərlə, dələduzluqla milyonlar qazanırlar. Bu sahələrdən əlavə olaraq bir də psixologiya son ümumiyyətlə dövrlərdə çox ehtiyac duyulan bir sahə halına gəlib. Bəs səndən soruşmaq istəyirəm ki, səncə psixologiya həqiqətən ehtiyac yoxsa sadəcə trenddir? Əvvəllər biz psixoloqlara Amerika filmlərində baxırdıq ki, kimsə getdi, oturdu, 100 dollar verdi, gülürdük ki, dəlidir, nədir, elə mənlə danışsın. Çünki insanlar hamı kasıb idi deyə. Yəni, Azərbaycanda bugünkü gün insanların bir çoxlarının qəbul etmədiyi və dərk etmədiyi qədər yaxşı yaşayırıq. 90'larla fərqləndirəndə. Amma 90'larda pis yaşayaraq, işıq yox idi, nə bilim, bir dənə o toyuq budu qızarılırdı toyuqla, ailə yığışırdı, semiçkə qorurdu. İnsanlara psixoloqa ehtiyacı yox idi. Hamı bir-biri ilə dərdləşə bilirdi, danışırdı. Bugünkü gün insanları sosial şəbəkələr özünə qapaldıb. İnsan gəlir axşam kimləsə danışmaqdansa oturur Reelsa. Ailə özləri 5 nəfərdir, hərəsinin öz maraqları var, hərəsi telefonda bir kontentə baxır, bir yönetimdə. Öz aralarında təmas yoxdur, öz problemlərinə qapanır. Sosial şəbəkədə baxır ki, hamı xoşbəxtdir, üstəlik cəmiyyətin də baskısı var. Subay qadın olmaq, subay qız olmaq. Azərbaycanda çox çətindir, çünki qohum, əqrəbə, yaxın, hamı deyir, nə vaxt ərə gedirsən?
Bu gedib kimisə qaçırtmalıdır. Bu nə bilsin nə vaxt ərə gedir. Yəni bu travmatik etiketdən, mədəniyyətdən çıxan bir sualdır, nə vaxt ərə gedirsən. Təbii ki, bu qız sarsıntı içində yaşayırsa, özünə qapanır, istəyir psixoloqla danışsın ki, öz dərdlərini danışsın. Hansısa kişi məşuqəsini sevir, arvaddan boşanmaq istəyir, psixoloq yanına getmək istəyir. Hansısa qadını əri döyür, bu onu heç kəsə deyə bilmir, psixoloq yanına gedir. Ona görə bugün biz vaxtikən güldüyümüz Amerika filmlərində qeyri-real gələn psixoloqun $100 qəbuluna 300 manat, 200 manat psixoloq qəbulları var. Əvvəlki dövrlərdə psixoloq da sayı az idi də. Bu dəqiqə girsən Instagrama, bir dənə psix sözü yazsan, yəni psixoloqun hələ ilk 4 hərfini yazsan, bir sən nə qədər axtarışda adam çıxır. Baxırsan ki, 23-24 yaşlı qızdır. Bu adam hələ təhsilini təzə bitirib də, özü seanslar sad eləyir. Baxırsan ki, adamın öz həyat təcrübəsi sıfıra bərabərdir də, yoxdur, başa düşdün? Adam özü belə bir şeymasın, nə yatıbdır ki, nə yuxu görsün, amma gəlir cəmaatla seans eləyir. Başa düşdün? Onun da nə bilim indi psixoloqdur da, sən demişdin, gedir adam yanına, oradan bir gözlənti gözləyir ki, bu mənə yönləndirəcək. Ümidi ilə gedir. Çıxanda da bir sən necə, bu adam normal olaraq özü heç nə yaşamayıbsa, ümumiyyətlə psixologiyanda sadəcə indi özünə gözəl bilsən də, bir şey sadəcə nəzəriyyədən ibarət deyil də. Sən gəlib çoxlu seanslar girəsən ki, yəni də fərdi yanaşma var da. Mən bu yaxınlarda Azərbaycanın ən bahalı bir psixoloqlarından biri ilə müsahibə etdim. Müsahibədən sonra müəyyən bir neçə кейslə bağlı öz fikrimi dedim. O mənə dedi ki, İdris, sən düz deyirsən. Sən peşəkar psixoloqun dediyindən də artıq bu məsələni çözdün və açıqlamasını verdin. Çünki həyat təcrübən var. Yox, amma deyir bunu sən kimə də desən adam eləməyəcək. Çünki sənə bunun qarşılığında pul vermir. Mənə deyir, mən eyni sən deyən ardıcıllığı insana deyirəm 300 manata. Gəlir deyirəm sənə 10 seans lazımdır. Bu adam 3000 manat verir. 3000 manat verdikdən sonra mən ona dediyim hədəflər var keçmək üçün. O onu edir. Çünki 3000 manat pul veribdir. Psixologiyada əgər sənə rəfiqən, dostun, tanışın, ağsaqqalın, böyüyün məsləhət görübsə, bu pulsuzdursa, onun qədri bilinmir. Və niyə görə bahalı psixoloq yanına insanlar düşmək istəyir? Çünki daha bahadır. Amma çözüm burada var necə olmalıdır nəzəriyyəsi və individual yanaşma. Çünki hər bir ailənin durumu, psixoloq yanına gələn, düşən o vəziyyət individualdır. Və sən artıq özünü yetişmiş, rahat bir psixoloq olaraq məsələdən qıraqdan baxırsan da, sən məsələnin içində istibaşla deyilsən. Daxil olursan bu adamın yerinə və baxırsan ki, burada mən neynəsəm daha yaxşı olar. Və bəzi halda savadsız və belə deyək, o sən dediyin 23 yaşlı psixoloq neynir? Başa düşür ki, mənə pul verən adam mənim fikrimi dinləməyə yox, istədiyini eşitməyə gəlibdir. Və başlayır sadəcə bu xanım deyir ki, məni yoldaşım məsələ döyür. Döyür, boşan. Çünki bu qadın bunu eşitmək istəyir. Bunun qarşılığında 100 manat. Amma demir, niyə görə döyür? Bəlkə sən yoldaşına kifayət qədər təşəkkür bildirmirsən nələrisə görə. Belə bir söz var, deyir, həyat yoldaşınız evə çörək alanda da elə sevinməlisiniz ki, elə bir Lamborghini gətiribdir. Sən bilmirsən, yoldaşın işdə neçə saat işləyir, nə əziyyət çəkir, nələrdən keçir ki, pis yaxşı sənə bunu təmin etsin. Sən bu təmin olunana görə ona çox sağ ol deməmiş, növbəti mərhələyə ailəniz inkişaf edə bilməz. Sən gəlsən, deyirsən ki, bu nə sudur mən içirəm, mən Evian istəyirəm 8 manatlıq su içməyə. Sən bir bu suya görə, dispenser suyuna görə çox sağ ol deməmiş, Evian içə bilməzsən. Yəni və bir çox halda bu dediyiniz sadəcə Ukraynada mən görürdüm, gəlirdilər psixologiya fakültəsində oxumağa xanımlar, çünki düşünürdülər ki, rahatdır da oxumaq psixologiyada. Düzdür, onu da oxuyurlar, heç rus dili, Ukrayna dilində bilmirdilər. Diplomlarını götürüb gəlirdilər, hazırda da Azərbaycanda işləyirlər və diplomları da təsdiq olunub, bəziləri hətta dövlət idarələrində işləyirlər və psixoloq xidmətini göstərirlər. Psixologiya, santexnika və elektrik işi deyil deyə, burada psixiatr müalicəsi də deyil də. Burada ümumidir də. Adam deyə bilər ki, sən mən dediyimi lazımı qədər dərk eləmədin, etmədin, ona görə də fayda olmadı. Yəni, burada sənə heç kəs gəlib demir ki, nə oldu Cahal, mən sənə 5000 pul verdim, sən mənim ailəmi qoruyub saxlamadın. Deməli, mən deyən kimi tam dərk eləmədin. Sən mən dediyimi isti suya qatıb içirdin, soyuq suya, bu deyir isti suya. Yox, mən demişdim soyuğa qatmaq lazım idi. Bir də son illərdə bu influencerlər var ki... 31 Production, öz-özünə xidmət.
Yəni məsələn, məncə hətta qərarı belə alırlar ki, adamlar məsələn evdə otururlar, boş bekarçılıqdır, deyir iş yoxdur, güc yoxdur, təhsil yox, savad yox, oxumaqsa istəyi bundan sonra yox, mütaliə yox. Niyə influencer olaq? Buradan başlanılan bir yol var, hansı ki adam bir gün bir dənə kosmetikanı reklam eləyir, sabahsı gün bir dənə ingilis dili kursu, birisi gün bir dənə enerji içkisi, sonra bir dənə vape. Baxırsan ki, adam qatdı qarışdırdı da özünün istifadə eləmədiyi daha az qala hər şeyi insanlara təklif eləyir. Və bu influencerlərdə özünə gözəl bilirsən qiymətlər. Bir video başı, bir story reklamı. Adam bizə bir story reklamını atıram 1500-2000 pul istəyir də. Yəni belə absurd qiymətlər var da, absurd rəqəmlər var. Buna yanaşman necədir? Ümumiyyətlə influencerlik səncə ümumiyyətlə necə olmalıdır? Ya necə olmalıdır? Biz universitetdə dərs demirik də, deyək ki, necə olmalıdır. Əgər bu varsa, deməli bunun da hansısa gördüyü bir nümunə var və bu o nümunəni təkrarlamaq istəyir. Çünki cəmiyyəti idarə edən ideallardır da. Məsələn, Amerika cəmiyyətinin idealları sadəcə Elon Musk'dır, Zuckerberg'dir, Bill Gates'dir, rəhmətli Steve Jobs olub deyə. Təbii ki, insanlar Massachusetts Universitetinə daxil olaraq və ya nə bilim hansısa belə texniki universitetlərə daxil olaraq, IT mütəxəssis olaraq istəyiblər ki, bunlardan biri olsunlar. Azərbaycanda da görüblər ki, təbii ki, həmkarlarımız, influencerlər var ki, heç nə etmədən çox rahat qazanırlar və bunlar da o nümunəni təkrarlamaq istəyərək bu yola gəliblər. Amma məsələ, hər şeydə tam tənqiddə yanaşmaq istəmirəm. Yəni, buradan bir dənə də sual çıxır. İşdən gedərək özünü məşğul edən insanlar. Məsələ, montajoram, operatoram, televiziyada alıram 600 manat maaş. Mən başa düşürəm ki, bu 600 manat maaş mənə inkişaf etmirəm, heç nə etmirəm. Mən gedirəm kreditə, bu halda artıq kreditə də girmək olar. Bir texnika alıram, DJI Osmo, nə bilim, mikrofon falan. Başlayıram o müğənni toya gedəndə onun girişini, çıxışını, güya toyu çoxdur da. Müğənnilər bir toyu 3 gün paylaşırlar ki, güya hamı bunları toya çağırır. Gedirəm onu çəkirəm, ondan aldım 100 manat. Getdim hansısa dostumun nişanını çəkdim, aldım 50 manat. Sabah qiymətim də qalxır və artıq 600 manata mən əgər 26 iş günümü satırdımsa, səhər saat 9-dan axşam 6-ya kimi, bugünkü gün 3 gün işləyərək o 600 manatı qazanıramsa, bu insanlara halal olsun. Yəni, bu xanım dırnaq ustası ola bilər, kosmetoloq ola bilər, nə bilim, qaqaş mobiloqraf ola bilər, videoqraf ola bilər. Yəni, bu əslində çox yaxşı nümunədir. İnsanlar iki cür olur. Bir tip insan hansına ki, deyirlər, nə etmək lazımdır? O mexaniki insanda. Cəhal otur orada, suyu gətir ver, bunun qarşılığında sənə 500-600 manat pul verəcəm. İnsan da var ki, lider düşüncəlidir. Fikirləşir ki, mən hansı konsepti, hansı strategiyanı quracam ki, nəticədə bu piramidanın üstündə olacam və buradan mən müəyyən bir pul qazanacam. Çünki pul istəsək də, istəməsək də vacibdir. Pul bizə vaxt azadlığı verir. Həyatda da ən qiymətli can sağlığı və vaxt azadlığıdır. İdris, mövzunu toparlayaq. Son olaraq buradan, bax bu belə bir qarışıq yaşadığımız bir dövrdə izləyicilərə nə məsləhətlər, nə tövsiyələr vermək istəyirlər? Məncə qadınlar çox sadə bir həqiqəti dərk etməlidirlər ki, qadın bir çox halda, ən azı bizim ənənəvi dəyərlərdə uğuru da, maddi rifahı da, rahatçılığı da öz kişisi vasitəsilə qazanır da. Bir çox halda biz belə görmüşük bugünə qədər. Düzdür, indi özgür, işləyən, uğurlu xanımlar da var, onlara da əhsən. Təşəkkürlü olmaq lazımdır. Motivasiya vermək lazımdır. Hər şeyə görə çox sağ ol. Yaxşıdır, bundan da yaxşı olacaq. Və çox bəsit bir həqiqət var. Alimlərin bütün araşdırmaları bunu sübut etdi ki, siz Maldivdə bədbaxt ola bilərsiniz və ya hansısa Şamaxının dağının ətəyində qətvənin üstündə evdə pişmiş soğutma yumurta ilə, motal pendiri ilə, şorla çörək yeyərək xoşbəxt ola bilərsiniz. Bizi əhatə edən mühit bizim xoşbəxtliyimizin cəmi 20%-ni təşkil edir. Əsas xoşbəxtlik və rahatçılıq bizim daxilimizdədir. Bunun üçün sizə nə psixoloq, nə taroloq, nə numeroloq lazım deyil.